Baxın, Quran-ı Kərimdə möminlərin sifətindən Allah danışır. Bu ayə ki, oxuyuram sizə, müxtəlif təbirlərlə neçə yerdə Quran-ı Kərimdə deyilib. Mən bir yerini oxuyuram. İnnəməl müminun, həqiqətən də möminlər kimlərdir? O kəslərdilər ki, İzâ zukirallah vəcilət qulubuhum. Elə ki, Allah zikr olundu, onların yanında qəlbləri titriyər, ürəkləri əsər. Bunu necə başa düşək? Necə yəni Allah mənim yanımda zikr olunanda mənim ürəyim titriyir? Bu Allahın zikr olunması ilə ürək titrəməyin nə əlaqəsi var? Bəzən biz bu cür ayələri oxuyub üstündən keçirik. Mənası haqqında da düşünəndə bəzən o dərin mənanı orada tuta bilmirik. Allah möminləri vəsf edir. Mömin kimdir? Mömin o da elə namaz qılır, gecə namaz qılır, oruç tutur. Hərçənd ki, o da mömindir. Amma Allah Teala bu ayədə, biz dediyimiz ayədə, mömini tamam başqa cür bizə tanıtdırmaq istəyir. Tamam başqa cür bizə qəbul elətdirmək istəyir. İstəyir ki, mömin barədə baxışımız dəyişsin. Mömin elə kim namaz qılır, oruç tutur, saqqal saxlayır, əlində üzü ziyarətə gedib, yox. İzâ zukirallah vəcilət qulubuhum. Allah zikr olunanda ürəyi əsir. İndi gör beləsən yoxsa yox. Allah düstur qoyur da, qayda qoyur. Sifətin sayır, sən də özü ondan tutuşdurursan. Mən necəyəm, beliyəm, yoxsa yox. Buyururlar ki, əgər hər hansı bir şeydən və yaxud da hər hansı bir kəsdən insanın yanında danışılanda, insan onu eşitcək, onun barəsində, deyək ki, kitabda bir adına rast gəlib, haqqında nəsə oxusa, o dəqiqə baxsın ürəyinə. Yəni, başqa şeyə heç nəyə baxmasın, ürəyinə baxsın. Gör onun haqqında nəsə eşidəndə, oxuyanda, ürəyində nə hiss edir? O eşitdiyi ilə ürək arasında bir dənə rabitiyə baxsın. Elə şeylər var ki, onlar barəsində eşitcək, təsiri birbaşa ürəyədir. O nədən asılıdır? O sənin həmin eşitdiyin şey barədə olan təsəvvüründən asılıdır. Bax birinci ürəyvə. Gör, onun barədə eşidəndə ürəyin əsir yoxsa yox. Deyir, məsələn, Ramazan ayının artıq 10-cu günündən keçmişik. Amma deyək ki, Ramazan ayına hələ bir neçə gün qalmış, sənin yanında Ramazandan danışıla və deyilə ki, Ramazan ayı gəlir. O Ramazan ayı gələndə, deyəndə o dəqiqə bax ürəyvə. Gör, ürəyin nə reaksiya verəcək. Bəzi şeylər var ki, ürək ona reaksiya verir. Bəzi şeylər də var ki, heç bir reaksiyası olmur. Yəni, bir məsələ barəsində yanında danışırsan, bir kimsə barəsində yanında danışırsan, heç bir reaksiyası olmur. Heç nə sifət cizgisində, nə baxışında, heç bir, nə də ürəyində. Məsələn, deyək ki, birinin yanında İmam Hüseyndən danışırsan. Elə hey ondan bundan danışırdın, bir İmam Hüseyn aşiqidir, İmam Hüseyn ziyarətində olub, İmam Hüseyn əzadarıdır, Hüseynçidir və sən gəldin oradan buradan danışa-danışa, birdən gəldin İmam Hüseynin adını çəkdin, Kərbəlasını zikr elədin. Baxırsan bu adama, görürsən ki, bu adamın halı çöndü, yaxşı mənada. Halı dəyişdi. Elə bil ki, o sarı simə toxundun. O qədər məhəbbəti var, o qədər eşqi var İmam Hüseyn əleyhissalama ki, sənin sözün, söhbətin fırlanıb gəlib, söz söhbət İmam Hüseyndən düşəndə bunun halı çöndü. Deməyim budur ki, bəzilərində reaksiya olur, bəzilərində olmur. O olmayanlar heç. Amma olanlar var ha, onlar necə reaksiya verirlər? Danışırsan məsələn hansısa gözəl-gözəl şəhərlərdən, gəlirsən indi bir dənə Kərbəlanın adını çəkirsən.
Görsən Kərbəlai olan, Kərbəla aşığı olan bir nəfər ürəyi başladı əsməyə. Gözündən başladı yaş gəlməyə. Bəzilərində heç bir hiss olmur, bəzilərində isə ürəklərində nəsə hiss olur. Bəziləri soyuq qarşılayırlar, bəziləri çox hərarətlə qarşılayırlar. Bəziləri elə-belə qarşılayırlar, bəziləri eşqlə, şövqlə qarşılayırlar. İlahi hökmlər də belədir. Bayaq çəkdiyim Ramazan ayı da belədir. Deyək ki, 3-5 gün qalıb, sənin yanında Ramazan ayı gəlir. Biri deyəndə, ürəyivə bax, gör necə hiss edirsən. Adam var soyuq qarşılayır, adam var onu ağır bir yük kimi qarşılayır ki, ey Ramazan, indi bir ay ac qalacaq, susuz qalacaq, necə olacaq, nətər olacaq, fikir götürür, dərk götürür bunu. Adam da var ki, ləzzət eləyir ona. Yəni, bir mövzu barəsində 3 cür reaksiya. Bəziləri çox soyuq qarşılayır, bəziləri dərd fikirlə qarşılayır, bəziləri ləzzətlə qarşılayır. Allah o bizi 3-cü dəstədən qərar versin. Allahın mübarək aylarına, mübarək tapşırıqlarına, göstərişlərinə o cür hərarətlə münasibət bəsləyənlərdən Allah bizi qərar versin ki, soyuq qarşılayanlardan olmayaq. Onu yük kimi özümüzə qəbul eləyib, barəsində fikirləşək, dərdli olaq ki, nətər olacaq, belə də olmayaq. Məsələn, namaz vaxtı gəlir. Birinin başı qarışıb işə. Bir 5 dəqiqədən sonra namazdır. Namazı yadına salırsan onun ki, namaz vaxtıdır ya. Elə bir dərd bürüyür bunu ki, bu işin içində, bu tapşırığın içində Allahın da tapşırığı bir yandan. Heç də daha çarəmiz nədir ki, gedək namazımızı qılaq. Bəziləri var, bu cür qarşılayır. Bizim söhbətimizin mövzusu odur ki, bu cür qarşılamayaq, Allah bizim ürəyimizə eşqi, məhəbbəti doldursun, öz hökmlərinə və tapşırıqlarına qarşı o qədər doldursun ki, biz Peyğəmbər kimi deyək, ərihna ya Bilal, ya Bilal, dur bizi rahatla. Yorulduq bu dünyanın dərdi qəmindən. İndi gedək Allahla bir razı niyaz eləyək. Bir misal çəkim, elə bil ki, bir nəfər gəlir sənə telefonu uzadır və sən də oturmusan belə, özün üçün bir işlə məşğulsan. Birdən biri sənə qayıdır, deyir ki, təsadüfə bax da, həyatda xoş hadisələr olur. Allah bizim həyatımızı xoş hadisələrlə daha da çox eləsin, zəngin eləsin. Bir də görürsən ki, xoş bir hadisə, biri gəldi telefonu uzatdı sənə, qayıtdı dedi ki, xəttə filan müştəhiddir, sənlə danışmaq istəyir, filan tapşırığı verəcək. Və yaxud da gətirir sənə telefonu uzadır, qayıdır deyir ki, xəttə gözləyən filan kəsdir. Məsələn, ölkənin padşahıdır. Xəttə gözləyir və səndən danışmaq istəyir, sənə bir iki kəlmə sözü var. Adam necə olar? Necə ürəyi əsər? Təsəvvür eləyin, o adam sevincindən uçar. Ki, nə danışırsan? Mən dünyanın necə xoşbəxt adamıyam ki, ölkə başçısı məni telefonda xəttə gözləyir ki, ver ona 2 kəlmə sözüm var ona. Bir 2 kəlmə tapşırıq verəcəm ona. Adam məsələn otmuşdusa, o dəqiqə qalxır ayağa. Nə bilim, halı çönür. Elə bir gözəl reaksiya verir ona. Nə var ki, mənə indi 2 kəlmə söz deyəcək və 2 kəlmə tapşırıq verəcək mənə. Yəni, adam o dəqiqə, adam da var ki, məsələn, gəlirsən, deyirsən ki, al bunu, filan alimdir, filan ölkə başçısıdır, sənə 2 kəlmə sözü var. Heç belə reaksiya zadı, hə, ver mənə, aldı belə soyuq qarşı. Demək ki, bu adam tanımır bunları, bu kimdir? Bax, odur ya, bəzən bir nəfərin barəsində bizim təsəvvürümüz o qədər böyük olar ki, ondan bizə tapşırıq gələndə ürəyimiz əsər. Bəzən də birinin barəsində təsəvvürümüz olmaz, olsa da çox zəif olar. Ondan bizə bir rabitə qurulmaq istəyəndə, bir söz gəlmək istəyəndə biz elə belə. Məsələn, indi tutaq ki, sən möminsən, sənlə bir müştəhid, məsələn, deyək ki, əlaqə yaratmaq istəyir, bir 2 kəlmə söz deyəcək sənə. Və yaxud da dövrün imamı sənə 2 kəlmə söz deyəcək. Məsələn, deyirlər ki, İmam Hüseyn əleyhissalam Züheyri çağıranda, birinci Züheyrin halı qaçdı. Əlində tikə düşdü yerə, əl-ayağı başladı əsməyə, iştahı qaçdı.
Niyə görə? Çünki İmam Hüseyndən qaçmaq istəyirdi. Amma gəldi İmam Hüseynin yanına. Təzədən çadırına qaydanda gördülər ki, Züheyr tamam başqa cürdür. Artıq yarım saat bundan qabaq Zəhra balasına olan reaksiya tamamilə çevrilib 180 dərəcə başqa bir reaksiya gəlib, başqa bir münasibət bəsləyir indi Züheyr İmam Hüseynə.